Saçın ucun hörmezler, gülü sulu dermezler, sarı gelin. Canar kız. Uşaqlar, hamıya salam. Sizinlə kimdir? Nanula Səməyirdir. Bir dənə qız mənim salamlaşmağıma gülürdü. Deyirsən, bilirsən, bütün Bakı sənin salamlaşmağına gülür. Gülsün, yaxşı. Sən deyəm. Ancaq sən bütün Bakı ola bilmərsən. Mənəm. Belə. Burada çayımız, burada nənəmin blinçikləri. Görün, nabdazi nənəmin blinçikləri. Burada banano, burada nanə, burada bizim üzümlərimiz. Burada həm ətlə elədik, ətlə o qədər də istəmirdim. Dedim ki, mama bunları mənə qızart. Burada deməli toyuğun döşətidir, zirinç və blinçikləri qızarıb. Burada bizim mürəbbəmiz və smetanamız. Gəlin bir dənə şəkil çəkdirək. Şəkilləri də ekrana qoyuram, əzizlərim. Mən deyirlər, kimin üçün, nə şəkildə o elə. Yəni onun üçün. Som. Gəlin bir dənə bunun dadına baxaq. Acından ölürəm. Getdim indi lazerə. Koreksiya idi məndə. Zirinci görürsüz yəqin ki. Deməli, getmişdim. Həriyə demişdim sizə. Belə blinçiklər yedim orada. Toyuğun döşəti ilə və zirinclə. Onlar daha kiçik eləmişdim. O qədər bəyəndim. Biz həmişə ya ətlə eləmişik, ya kəsimi ilə. Dedim, mama, nə olur? Mənim üçün də elə, mən çəkim. Çünki bilməmişəm ki, toyuqla da eləyirlər. Ətdən daha çox bəyəndim. Dedim, ət istəmirəm, ancaq bunu qoy mənə kadra. Çox dadlıdır da, həddindən artıq dadlıdır. Burada smetam və bir insan çoxdandır mənə yazır ki, bir dənə sualım var, ona cavab ver. Cavab verək də, niyə vermirik? Bilmirəm, özünə mi görə soruşur, yoxsa elə belə mi? Qızla oğlan dostluğuna necə baxırsam? Düzün deyim, oğlan tərəfindən iminam, belə deyək, bu dostluğa inanmıram. Mənə elə gəlir ki, axırda onsuz da ki, hansısa bir hisslər yaranacaq, istəyir özünü kəs, öldür, onsuz da bu hisslər olacaq. Qız tərəfindən bəlkə düşünülə bilər ki, bu bir dostluqdur, ola bilər. Mənə görə, yəni qızlarda elə bir şey olur. Amma oğlan tərəfindən yox. Çünki sizə bir şey deyim, danışım. Mən universitetdə bilirsiniz ki, hər il olmuşam. Aç çəkməyəcəm. Sonradan hərini qaytarmışam. Və mən hərini qaytarandan sonra bizdə universitetdə, yəni mənim qrupumda bir adam var idi. Həm məndən dostluq eləyirdi. Həm də ki, həmən vaxtda mənim hərilimlə. Göydə Allah var, çox yaxşı uşaq idi. Pistliyini bir dəfə də görməmişəm. Yəni həqiqəti deyirəm.
həm də görürdü ki, yəni mənə qarşı özünü necə aparırdı da, necə davranırdı. Bunun hamısını görürdü. Dostluq eləyirdi. Və universiteti bitirəndə mənə yazmışdı ki, mən üçün neçə vaxtı sənə xoşum gəlir. Üstəlik də bilmirəm, mənə görəmi, yoxsa nə. Mən ayrılandan sonra mənə dedilər ki, nəsə dava var. İndi bu dəqiqə. Biz də elmlərdə oxuyurduq, Astuda. Orada park var idi. Adı yadımdan çıxdı. Universitetə çatmamış park var. 2 dənə. Biri bu yandan, biri bu yandan. Yəni ən azından var idi. İndi orada çoxdandır mən olmamışam. 2019-cu ildə axırıncı dəfə o yanlarda olmuşam. Yəqin ki, qalıb da inanmıram, qalmalısın. Orada dalaşırdılar. Ondan sonra da mənə o demişdi ki, mənə xoşu gəlir. Bilmirəm. Onu mu ona dedim. Yəni, indiyə qədər buna xəbərim yoxdur. Ona görə elə bir dostluğu edirdik də, amma ki, göründüyü kimi. Mən dedim ki, yox, yəni, sən mənim üçün dost olmursan, dost olacaqsan. O da mənə dedi ki, mən səndən ciddiyəm, yəni lazım olsa ailə falan. Olacaq da, elə bilmək ki, sən ayrılmısan, indi güyəmiş, mən düzgün hərəkət etməyərək güyə sən nəsən. Yəni, mən ciddiyəm, lazım olsa ailəm də gələr. Sabah, bugün. Mən dedim, yox, sən mənim dostumsan. Doğrudan da dost gözündən artıq baxmamışam, heç vaxt. O vaxtı da bu söhbət biraz çox qarışıqdır. Çalışıram belə sizə başa salım. Qrup yoldaşım var idi. Həmən qız onu bəyənirdi, oğlanı bəyənirdi. Mən də münasibətdə özüm ola bu qızla oğlanın arasını düzəlməyə çalışırdım. Çünki qız çox bəyənirdi də, yəni mənə xahiş eləmişdi ki, dostluq eləyirsiniz hamınız bir yerdə. Alınsa elə də. Mən də həmişə bu qızla əksinə onları birləşdirmək istirdim. Belə bir moment olub da. Dəhşət podruqam deyildi qız, amma ki, qrup yoldaşım idi, söhbət eləyirdi. Danışırdıq. Yəni, çətin günlərimdə bir olmamışıq, amma ki, rəfiqə idi də. Özümü dəhşət pis hiss eləmişdim ki, mən elə bir ara düzəldərək xəbərim yox imiş ki, yəni əksinə başqa bir məqalələr var idi. Mən də düzgün eləməmişdim qıza qarşı. Dedim, çalışdığım qədər kömək eləyərəm, amma o momentdə bilmirdim. Hər ilim də onu bilirdi, yəni elə bilməyin ki, nəsə gizlin bir şeylər var idi, yox. O momentlərdə demək istəyirəm ki, siz daha dostluq eləyirsiniz. Belə olur ki, oğlan, necə deyim, sənə biraz yaxın olmaq üçün deyir ki, hə, dostumsan. Sən qız olaraq baxırsan ona dost kimi. Amma o yox. Ona görə çox diqqətli olun. Amma əgər doğrudan da dost gözü ilə baxırsınızsa, konkret yəni məncə deməlisən ki, öz yəni xəttini qoymalısan ki, dostluqdan artıq heç nə.
Oğlan psixologiyası qız psixologiyasından çox fərqlənir. Ona görə çox pis ki, çoxları deyir ki, mən inanıram, bəlkə orada bağçadan, bəlkə orada uşaqlıqdan sən mamalarınız, papalarınız dostluq eləyib. Siz də dost olmuşsunuz. Bəlkə belə bir moment, ola bilər. Sonra sən evlənərsən, o evlənər, siz ailəlikcə dost eləyərsiniz. Elə bir şey ola bilər. Tam yox demirəm. Amma ki, imla hardasa tanış olursan, dostluq eləyirsən, elə şeyə inanmıram. Düzün deyin, kimdə qarşı cinsinə əsl dost, heç bir is yaranmadan dostluq olub. Mən elə bir şey nə öz praktikamda görməmişəm, nə də kiminsə praktikasında görməmişəm. Yəni həyatımda belə bir şey görməmişəm. İki gündür də mənə Niko yazıb. Niko'nu yəqin ki tanıyırsınız. Velizar'ın dostu Katya TikTok'da mənə yazdı. Mən elə bildim ki, əsl o deyil də, yəni onun şəkli durub. Sonra girdim, gördüm ki, 60 neçə min takipçisi var. Bildim ki, özüdür. Yazdı mənə ki, sən mukbanglarıma bayılıram. Mənə də takipdir. Gördüm, mənə takip atdım. Mən də takip atdım. Siz getdikcə çoxalırsınız. Bilmirəm, YouTube'da mənə baxır ya yox. Göydə Allah var, onu bilmirəm. TikTok'dan söhbət gedir. TikTok'u da like eləyir mənə. Mənə dəhşət çox xoşdur ki, getdikcə tanınırıq. Çoxalırıq. Sizsiz mən yoxam. Həmişə bunu deyəcəm, demişəm. Sizə böyük təşəkkürümü bildirirəm ki, sizinlə mən qalxıram. Qeyri-adi bir şey etmirəm, həmişə demişəm. Sadəcə dünənləri ağlamışdım. Bir dənə xanım yazdı ki, mənim qızım autist xəstəsidir. O yemək yemir və sənə baxıb ancaq deyir ki, n hərfini deyə ki, yandır da. Bilir ki, yəni deyir ki, mənə baxa-baxa yeyir. Çox pis olmuşdum, amma digər tərəfdən çox sevinirəm ki, belə momentlərdə mən hardasa kömək eləyirəm. Bəziləri deyir ki, mamaları deyir, uşaqlarım yemir. Bəziləri anoreksiya xəstələridir. Mənə deyirlər ki, sən nə çəkirsən? Yəni nə? Belə məqamlarda bir şey olanda mənə çox dəhşət xoş olur. Yenə də deyirəm, qeyri-adi bir şey etmirəm. Olur ki, məsəl üçün, kimsə nəsə sadəcə danışır, o da qeyri-adi bir şey etmir. Mən eyni zamanda danışaraq yemək yeyirəm. Kimə sansa bir məsləhət verə bilirəm. Öz həyat təcrübəmlə. Amma demirəm ki, bu düzdür. Sadəcə öz fikirlərimi deyirəm. Və məni belə şeylər çox sevindirir. Çox sağ olun ki, varsınız həqiqətən. Hamınızı indi görsəydim çox-çox bərk qucaqlayardım, öpərdim. Var olun uşaqlar, çox sağ olun həqiqətən. Çəkdiyi uşaqlar, deməli bilinçiklərimizi demək olar biri qaldı, 4 idi, deyəsə 3'ü yedim, ya 2'sini yedim. 3 idi yoxsa, yadımdan çıxdı. Çox ləzzətli idi əzizlərim. Çox sağ olun ki, baxdınız. Bağrıma basıram sizi. Əgər köynə videoma baxmamısınız, bura basıb köynə videoma baxırsınız, burada da loqom olacaq, ora basıb takip ata bilərsiniz. Sabahədək, ya o biri günədək əzizlərim.